Yaxşısı budur da xoş gördük. Bugünkü proqramımızda balaca boylarının olmasına baxmayaraq faydalarını saymaqla bitməyən kinkan və feyxua meyvələrindən bəhs edəcəyik. Hər iki meyvənin arıqladıcı xüsusiyyətlərindən, həmçinin ürəyə olan faydalarından geniş məlumat almaq istəyirsinizsə, diqqətiniz bizdə olsun. Kinkan meyvəsini hansı formada yeyəndə orqanizmə faydaları daha çox olur? Kinkanı kimlər yeməlidir? Sitrusların ən balacası olan kinkanı hansı ölkədə bolluq rəmzi kimi qəbul edirlər? Feyxua niyə yodla zəngindir? Feyxuanı qida rasionuna hansı formada istehlak edəndə arıqladır? Hər iki meyvədən dadlı desert necə hazırlamaq olar? Məşhur qonağımız Yaxşısı Budurun izləyicilərinə hansı qida sirlərini dedi? Az sonra bütün bu suallara cavab alacaqsınız. Kinkan Cənub bölgəsində daha çox Astara və Lənkəranda becərilir. Kütləvi yetişdirilməsinə ötən əsrin 70-80-ci illərindən başlanılıb. Bu bitki xüsusi qulluq tələb etmir. Digər sitrus meyvələri ilə müqayisədə daha tez, yəni əkildikdən 2 il sonra bar verir. Ağaclar yaşa dolduqca isə daha da məhsuldar olurlar. Hər bir ağacdan orta hesabla 10-15 kiloqram məhsul əldə etmək olur. Qabığı ilə yeyilən nadir sitruslardan olan kinkanın xarici şirin, daxili isə turş olur. Bu da ağızda fərqli dad balansı yaradır. Qızıl portağal adlandırılan kinkanı Çində bolluq, var-dövlət, uğurun simvolu sayılırlar. Yeni il ərəfəsində evlərə, ofislərə bəzək kimi qoyulur. Kinkan meyvəsi subtropik meyvədir və subtropik iqlim olan bütün ölkələrdə yetişdirilir. Və demək olar ki, subtropik meyvələrin ən kiçiyi olsa da ən faydalılardan hesab olunur və bir çox meyvələrdən fərqli olaraq qabığı ilə birlikdə yeyilir. Və xüsusilə də payız mövsümündə daha bol olur ki, ona görə bu meyvələrdən öz mövsümündə istifadə etmək onun faydalarından daha çox yararlanmağa gətirib çıxarır. Qrip, soyuqlama kimi infeksiyalar həddindən artıq çoxdur hal-hazırda və insanlarda da immun sistemi zəifləyib. Buna görə də biz öz mövsümümüzdə yetişən meyvələri qida rasionumuza daxil edərək immun sistemimizi əslində qaldıra bilərik. Onlara misal olaraq elə sizin seçdiyiniz kinkan meyvəsi, kumquat da deyilir ona, öz qabığı ilə yeyilən yeganə meyvələrdəndir. Faydaları limondan, portağaldan, digər sitrus meyvələrindən daha çoxdur. Stresi azaldan kinkanın qabıqlarında olan efir yağları sinir sistemini sakitləşdirir. Buna görə də ondan aromaterapiyada da istifadə olunur. Nə olsun ki, boyu balacadır. O immuniteti portağaldan daha güclü dəstəkləyir. Kiçik ölçüsünə baxmayaraq C vitamini, A vitamini və antioksidant baxımından çox zəngindir kinkan. Qan şəkərini kəskin qaldırmır. Aşağı glisemik indeksə malikdir. Bu səbəbdən şəkər xəstələri üçün ölçülü şəkildə yeyildikdə daha uyğun sitrus hesab olunur. Tərkibində həmin o qabığı ilə yeyildiyi üçün qabığında müəyyən efir maddələri var. Həmin efir maddələri də antiviral, antibakteriyal təsir göstərir və eyni zamanda da immun sistemini qaldırır. İçərisində də hamımızın xəstələnəndə istifadə etdiyimiz vitamin C-nin mənbəyidir. Lifli bir meyvə olduğu üçün ona görə istifadə olunduğu zaman qan şəkərini dalğalanmalar daha zəif olur. Və ürək qan damar sistemi üçün dediyimiz hepsidin adlı maddə var ki, tərkibində. Bu da damar divarının möhkəmlənməsinə kömək eləyir. Azot oksidi bir funksiyasını yerinə götürərək damarların möhkəmlənməsi xüsusiyyətini daşıyır. Varikoz damarları olanlar ayaqlarında, hemoroiddən əziyyət çəkən insanlar istifadə edə bilərlər. Və xüsusilə də liflərlə zəngin olması onu mədə-bağırsaq sistemində, həzm sistemində daha faydalı edir. Eləcə də 100 qram kinkanın lifi portağaldan daha çoxdur və bu da həzm sistemini yaxşılaşdırmaqla yanaşı, eyni zamanda daha uzun müddət tox tutmağa kömək edir. Eləcə də uzun müddət kinkan mütəmadi olaraq qəbul edən insanlarda qan dövranı yaxşılaşır, xüsusilə də dərinin elastikliyi artır və bioloji qocalmanın da qarşısını alır.
Şərqdə kinkanın faydaları çox yüksək qiymətləndirilir. Onu dahilərin qidası adlandırırlar. Çünki bu meyvə beynin fəaliyyətinə müsbət təsir edir. Ənənəvi Çin təbabətində kinkan öskürəyə, boğaz ağrısına, həzm problemlərinə qarşı istifadə olunur. Onu bal ilə qarışdırıb yedikdə və ya mürəbbə formasında qəbul etdikdə boğazı yumşaldır. Meyvənin toxumları da faydalıdır. Çünki toxumlarında antibakterial maddələr var. Amma çox yemək məsləhət deyil. Kinkan arıqlama dövründə də ideal meyvə hesab olunur. Kalorisi aşağı olduğuna görə, glisemik indeksi aşağı olduğuna görə arıqlamağa da kömək edir. Ancaq nəzərə almaq lazımdır ki, hər hansı bir meyvə tək şəkildə arıqlamağa və yaxud da kökəlməyə təsir edə bilməz. Sadəcə olaraq onu düzgün vaxtda, düzgün istifadə etmək lazımdır. Bir çox hallarda ağır həzm olan qidalarla birlikdə kinkanı qəbul etdikdə tərkibindəki C vitamini yağların daha tez yanmasına gətirib çıxardır. Eləcə də mütəmadi olaraq kinkan qəbul etdikdə orqanizmdə yığılıb qalmış yağların da yanmasına kömək etdiyinə görə bəzən də onu arıqladıcı meyvə və yaxud da pəhriz meyvəsi olaraq da hesab edirlər. Lifli qidaların hamısı şəkər yükünü azaltdığı üçün, mədə bağırsağı yaxşı işlətdiyi üçün, immun sistemini qaldırdığı üçün bizim bağırsaq mikrofloramız düzəlir deyə triptofan dediyimiz serotonin öncüsü olan bir maddə ifraz olunur bizim bağırsağımızdan və bu da bizim əhval-ruhiyyəmizi qaldırır və əhval-ruhiyyəmiz yaxşı olduğu zaman qida asılılıqlarımız da azalır. Bu fonda bəli, kilo verməyə də kömək eləyəcəkdir, formada qalmamıza da kömək eləyəcəkdir. Sizin dediyiniz digər stres kontrolu və s. üçün də istifadə oluna bilər. Və qış mövsümündə də bu mövsüm elə bir zaman aralığıdır ki, insanlar depressiyaya, stresə daha meyilli olurlar. Yəni, köməkçi rol oynayır. Mədəsində problem olanlara uyğun olmaya bilər kinkan. Qastrit, mədə yarası, reflüks zamanı turşuluq artırır. Həddindən artıq istifadə ishala da səbəb olur. Sitruslar ümumiyyətlə allergik fon yaradan meyvələrdir və bizim də allergiyalarımız varsa və bir də histamin yükü yüksək olan insanlar var, hansı ki şişkinliyi, ödemləri çox olan, həmin insanlar da artıq miqdarda qəbul elədiyi zaman onlara əks təsir göstərə bilər. Buna görə hər insan öz ovucunu keçməyəcək şəkildə kinkan qəbul edə bilər. Bu da 4-5 kinkan edə bilir. C vitamini, qan durulaşdırıcı xüsusiyyəti olduğuna görə təzyiq dərmanı istifadə edənlər kinkanı dərmandan 40 dəqiqə əvvəl və yaxud da 40 dəqiqə sonra qəbul etməsinə diqqət etmələr vacib məqamlardan biridir. Eyni zamanda da ac qarına qəbul etmək bəzən mədə turşuluğunun artmasına gətirib çıxara bilər. Az yaşlılarda da allergiyaya meyillilik varsa, 3 yaşına qədər uşaqlara kinkanın verilməsi tövsiyə olunmur. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Kinkanın tərkibindəki kalsium dişləri və sümükləri gücləndirməyə kömək edir. Eləcə də əzələ ağrılarına yaxşı təsir göstərir. Xüsusilə məşqdən sonra istehlak etdikdə qan dövranını tənzimləyir və əzələ ağrılarını aradan qaldırır. Feyxua təbii yod mənbəyi sayılır. Bu xüsusiyyətinə görə qalxına bənzər vəzin fəaliyyətinə müsbət təsir göstərir. Ondan aromaterapiyada da gözəl qoxusu olduğuna görə istifadə olunur. Sinir sistemini sakitləşdirir, əsəblərə də müsbət təsir göstərir. Cənubi Amerikaya xas olan feyxua ölkəmizdə əsasən cənub zonalarında, Lənkəran, Astarada becərilir. Feyxua tez yetişir, tez yumşalır. Soyuducuda maksimum 5-7 gün qalır. Əksər insanlar feyxuanın yalnız içini yeyir. Amma qabığında güclü antioksidantlar, antibakterial maddələr var. Qabığını qurudub çay kimi də istifadə etmək olar. Qidaların tərkibində yod az olduğuna görə və digər qida məhsullarında ümumiyyətlə yod olmadığına görə bəzən yod çatışmazlığı zamanında feyxuanı müalicə məqsədli qida kimi də tövsiyə edirlər. Eyni zamanda feyxuanın tərkibində də C vitamini, A vitamini, pektin maddələr və eyni zamanda da antioksidantlar daha çoxdur və yaxşı olar ki, feyxuanı istifadə edərkən çox miqdarda deyil və başqa meyvələrlə qarışıq şəkildə qəbul etməsinlər.
və feyxua qəbul etdikdən sonra bir müddət ara versinlər. Bu zaman onun tərkibindəki faydalı elementlər doğru şəkildə parçalanaraq orqanizmə öz xeyrini verə bilir. Yod defisiti bugün insanların bir çoxunda mövcuddur və klinik olaraq nə müşahidə olunur? Yodu əksik olan insanlarda üşütmə, əllərdə, ayaqlarda buz kimi olma hissiyatı olur. Təbii ki, biz yodumuzun çatışıb-çatışmadığını ilk olaraq yoxlamalıyıq. Əgər çatışmazlıq varsa, yerinə qoymaq lazımdır. Feyxua da tam olaraq qarşılamasa da, amma meyvə olaraq istifadə etdiyimiz zaman müəyyən miqdarda qarşılayacaqdır. Qabıqlarında olan fayda heç bir meyvə, tərəvəzdə, qida məhsullarında yoxdur. Lakin burada da diqqət olunacaq əsas məqam odur ki, feyxua ilə birlikdə su və yaxud hər hansı bir maye qəbul olunduqda birbaşa olaraq bağırsaqların funksiyası pozulur ki, bu da çox sürətli şəkildə ishala səbəb ola bilər. Feyxua qan azlığı zamanı istifadə olunur, çünki tərkibində dəmir və C vitamini var. Arıqlama dövründə də ideal meyvədir. O, aşağı kalorilidir. Uzun müddət toxluq yaradır. Qan azlığında da feyxuanın faydası daha çoxdur. Eyni zamanda da bəzən qan azlığından qaynaqlanan dəri tonunun müxtəlif rənglərdə olması, bəzən olur ki, feyxua qəbul etdikdən sonra bunun tonlaşdırılması, elastikliyin artmasında da önəmli rol oynaya bilir və bir çox insanlar əgər həddindən artıq çox üşüyürlərsə və yaxud da aşağı və yuxarı ətraflarda, əllərdə, ayaqlarda soyuqluq hiss edirlərsə, o insanlarda ac qarına feyxuanın yeyilməsi bu problemin aradan qalxmasına gətirib çıxara bilər. Və qış mövsümündə daha enerjili olmaq üçün, immuniteti artırmaq üçün çay dəmləmədə və yaxud da bitkidən, meyvədən dəmlədikdə burada daha çox feyxuadan istifadə etsələr, bu da onlar üçün daha enerjili ola bilər və eyni zamanda da immun sistemini artıra bilər. Bizdə insanlar meyvəni sadəcə meyvə kimi qəbul etməyi xoşdur. Mən tövsiyə eləyərdim salatların içərisinə həm dad dəyişdirici kimi istifadə eləsinlər, həm də lif mənbəyini artırıcı başqa bir vitamin, mineral mənbəyi də daxil eləsinlər öz rasionlarına. 3-4 ədəd feyxuanı salatlarına daxil eləsələr, həm dad dəyişikliyi, həm də feyxuanın faydalarını da yanaşı olaraq almış olacaqlar. Yod nədir? Bizim metabolizmamızın əsas təsir göstərən faktorlardan biridir. Deməli, metabolizmamızı sürətləndirəcək və formada qalmaq istəyən xanımlar, metabolizmasının yaxşı işləməsini istəyən insanlar da feyxuadan bunun üçün də istifadə edə bilərlər. Ümumiyyətlə, feyxuanın arıqlamada deyil də, hər ikisi kinkanda da qeyd etdiyimiz buna aid ola bilər. Çünki aşağı kalorili qidalar hesab olunur. Eyni zamanda yağ yandırıcı xüsusiyyətləri var. Xüsusilə də bəzən feyxua və eyni zamanda kinkana da aid etmək istəyərəm. Uzun müddət tox saxladığı üçün insanlar daha az miqdarda qida qəbul edə bilərlər və az kalorili olmasına baxmayaraq vitamin, mineral dəyəri yüksəkdir. Bu da orqanizmdə vitamin, mineral çatışmazlığının qarşısını ala bilir. Ancaq çox miqdarda yeyilməsi yenə də tövsiyə olunmur. Orada da miqdarı mütləq ölçüsünə görə tənzimləmək və bədən çəkisinə görə nəzərdə saxlamaq lazımdır. Çünki həddindən artıq çox qəbul etdikdə feyxua da allergiyaya meyilli insanlarda müxtəlif səpkilərin, qaşıntıların, qızartıların yaranmasına gətirib çıxara bilər. Çox qəbul etdikdə ağızda dilin məxmərciklərinin, dad reseptorlarının məhv olmasına da gətirib çıxara bilər. Ona görə çox miqdarda qəbul etmək tövsiyə olunmur. Xüsusilə qışda feyxua mürəbbəsi immuniteti qaldırmaq üçün daha çox istifadə olunur. Feyxua yod çatışmazlığı olanlar üçün də faydalıdır. Amma yodu yüksək olan şəxslər üçün zərərlidir. Şəkərin artması, insulin dirənci olan insanlar, onlar da meyvədə, yenə də dediyim kimi, çoxlu həcmlərdə yeməkdən qaçınmalıdırlar. Amma onların ehtiyacı olan miqdarda, doğru miqdarlarda qəbul elədikləri zaman, bu zaman faydalıdır. Meyvənin istifadəsi yeməkdən 1 saat sonra tövsiyə olunur və meyvə qəbulu, məsələn, bir ovucumuza sığacaq qədər meyvə 1 porsiya hesab olunur. Hardasa 5-6 ədəd meyvə 1 porsiya olaraq hesablasaq, gün ərzində sağlam insan 4-5 porsiya meyvə yeyə bilər və onu görə hesablayıb meyvə porsiyalarından birini elə kinkandan yaxud da feyxuadan seçim olaraq eləyə bilər.
Keçək balaca boylarına baxmayaraq faydalarını saymaqla bitməyən bu iki meyvədən dadlı desert hazırlanmasına. Bugün mən sizə kinkon və feyxuadan şirniyyat hazır edəcəm. Bunun üçün bizə nə lazımdır? Özümüzün hazır etdiyimiz feyxuadan cem, kinkonun suyundan hazırlanmış şəkərlə bişmiş ikra, 2 növ krem pendiri və içi ceviz və kinkonla doldurulmuş mutaki. İlk öncə biz 2 yemək qaşığı krem mascarpone pendirini qaba alırıq. Və bunun üzərinə 1 yemək qaşığı da bildiyimiz labne pendirini. Burada isə bizim daha öncədən hazır elədiyimiz 300 qram feyxua və 300 qram şəkər və 50 qram su ilə bərabər bişdikdən sonra biz bunu blender eləmişik və belə bir cem əldə etmişik. Hazırladığımız kremin tərkibində dediyim kimi mascarpone pendiri, labne və daha əvvəldən hazırlanmış feyxua sosu var. Mascarpone pendiri və labne pendirini sizlər marketlərdən rahat şəkildə ala bilərsiniz. Azərbaycan mətbəxində də feyxuadan, misal üçün, dolma olaraq da istifadə olunur, feyxua dolması. Bunu da evdə siz pişirib sınaya bilərsiniz. Məhsulumuz kinkon olduğu üçün biz belə düşündük ki, mutakinin işliyini kinkon, ceviz və hildan hazırlayaq. Və biz ilk öncə hazırladığımız kremi 6 hissə olaraq boşqabımıza bu şəkildə başlıq olaraq qoyuruq. Hazırladığımız mutakiləri kremin üzərindən belə düzürük. Daha öncədən hazırladığımız kinkonun suyu ilə şəkəri biz xaviar halına gətirmişik. Bunu düzdür evdə etmək biraz uzun proses halındadır. Amma siz də bunu yoxlaya bilərsiniz. Bunu dediyim kimi kinkonu evdə şirə çəkən maşından çəkirsiniz. Suyunu şəkərlə bərabər və 1 çay qaşığı aqrar, 100 mg su, 50 mg şəkər. Onu çox az isidirik və daha sonra soyuq yağın içinə damcı-damcı biz tökərəkdən belə bir xaviarları, yəni ikranı əldə edə bilirik. Biz bu günləri şirniyyatımızın üzərinə görünüş qatsın deyə təzə kəklikotlar da istifadə edəcəyik. Buna gözəl bir aromat qatacaq. Və son olaraq biz buna daha öncədən hazırladığımız feyxuanın qabığından tüstü verəcəyik, his. Bu başqa bir aromat qatır şirniyyata. Daddığınız zaman bunu hiss eləyəcəksiniz. Şirniyyatımız artıq hazırdır. Siz də hazır edin. Sizə də nuş olsun. Yaxşısı budur. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Şəkər xəstələri və piylənmədən əziyyət çəkənlərə feyxua yemək olmaz. Çünki bu meyvənin tərkibində küllü miqdarda şəkər var. Yaxşısı budurun bu dəfəki məşhur qonaq rubrikasında sevilən müğənnimiz Səbinə Əsgərovadır qonağım. Necəsiz Səbinə xanım? Yaxşıyam, çox sağ olun. Siz necəsiniz? Yaxşı olasınız. Çox sağ olun dəvətiniz üçün. Nə hazırlayırıq bu günləri sizlə? Bu günləri hazırlayırıq. Deməli, feyxua, qoz ləpəsi, apelsin, kinka. Bunları biz blenderdən keçirəcəyik və bal təbii ki. Dadlı macun hazırlayırıq Dadlı deyəsən. macun, amma bir o qədər də xeyirli. Çünki bizim hər zaman qışdır.
o fərqi yoxdur, yaz, yay, qış. Əsasən də qışda, soyuq dəymədən. Əsasən də qışda, indi özünüz bilirsiniz, virusların yayılan vaxtıdır. Yəni feyxuanın öz tərkibində nə qədər vitamin var, vitamin C, vitamin A, həm həzmə xeyirdir, həm immun sistemini dəstəkləyir, həm mədə bağırsağa, həm ümumi əhval-ruhiyyəmizə də çox böyük. Qoxusu, ətri, dadı. Qoxusu, ətri, dadı mükəmməldir. Kinkan həm də dəriyə çox xeyirdir. Onun da tərkibində yenə də vitaminlərdən, yəni Vitamin deposudur da deyək ki. Bax, həm balaca olsa detoks da. üçün. Bəli, amma bir şey var ki, kinkan yalnız yemək olmaz da. Məsələn, kinkan tutan kompotunu və yaxud da mürəbbəsini eləsək, yəni onun dadı biraz aclıq verər. Onu mütləqdir ki, digər meyvələrlə qarışdıraq. O zaman o turş, məzəli belə dad verəcək. Bu günləri də biz də qarışım eləyirik. Başlayaq. Nədən başlayaq? Başlayaq elə feyxuadan birinci Başlayaq. ilk olaraq. 6 ədəd kifayət eləyər, düzdür 6 ədəd Səbinə xanım? kifayətdir məncə də. Turş olmasın deyə. Çox Az turş bəs olmasın, edir. çünki kinkanda tərkibi biraz turşdur. Qabığı amma dadlıdır kinkanın. O zaten qabıqla yeyilməlidir. Həm dadlıdır, həm də xeyirdir, həm də dərimizə çox xeyirdir. Səbinə Bozdakı- xanım, qida rasionunuza necə fikir verirsiniz yoxsa? Fikir verirəm deyəndə mən ən çox aralıq orucu eləyirəm. Yəni aralıq orucu bu mənim neçə illərdir ki, uzun illərdir ki, artıq yəni nə qədər yesəm Yəqin də elə ona görə fit görünürsünüz. fit əslində olmaya bilərəm, çünki gecə çox yemək yeyirəm. Düzü. Amma heç hiss olunmur. Hiss gecə olunmur yeməyi. nəyə görə? Çünki səhərdən axşam saat 5-ə 6-ya qədər heç nə yemirəm. Aralıq orucu, kofe içirəm, ondan sonra belə onun hesabına, yəni belə arıq qalmağı bacarıram, həm də idmanla məşğulam. Pəhriz zamanı biz ən çox nəyə bizi çəkir, cəlb eləyir? Şirniyyat. Bəli. O vaxtlarda mən nə edirəm? Məsələn, onda mənim başqa pəhrizim var idi. Karnivor diet deyirlər də ona, karnivor pəhrizi. O zaman nə edirdim? Sadəcə qoz, bir də xurma. Xurmanın çünki tərkibində möhtəşəm dadı var hər ikisinin. xurmanı qoyurdum qozun içinə. O mənim üçün, yəni o qədər böyük bir şeydir. Həm dadlı, həm tutumlu, həm də çox faydalıdır. Hə, faydalıdır. İndi keçirik qoza. Qoza keçirik. Qoz çox lazım deyil. Məncə Siz özünüz onu da əlavə eləyin. Məncə elə biraz bəs eləyir. 5-6 dənə belə. Amma qoz yəni xeyirdir də. Yemək lazımdır qozu. Qoz mütləq günə 2 dənə, 3 dənə ləpə yemək lazımdır mütləq. Gəlin mən bunu 2 yerə bölüm. Yarısı sizin, yarısı mənim. Biri kifayət eləyir də, düzdürmü? Bəs eləyir, hə. Və aralıq orucu haqqında danışırdım. İstəyirdim o haqqda məlumat verim də biraz nəyə görə yaxşıdır. Çünki bax məsələn biz yemək yemirik, düzdür? Yeyəndə görürük ki, məsələn mən özümdən götürürüm, mən yemək yeyən kimi yuxum gəlir. Bəli, ağırlaşır. Hə, ağırlaşır. Çünki bütün bədənimiz, yəni hüceyrələrimiz onu paylamağa gedir. Paylamaqla məşğuldur da. Ona görə də sən halsız hiss edirsən. Görsən səhər duranda məsələn oyandın yuxudan, kofe içdin, necə özünü yaxşı gümrah hiss edirsən. Sonra saat 2-yə qədər, çalış saat 3-ə qədər heç olmasa, yəni heç nə yeməm. Heç nə yeməm. Mən məsələn acıyanda görürəm ki, artıq dözə bilmirəm, gedirəm su içirəm bir stakan. Yarım saat elə başımı aldadıram. Daha sonra görürəm yenə acıdım, yenə yarım saat yəni su içirəm, yarım saatda elə başımı aldadıram. Bir də görürəm saat artıq oldu 5-6 belə. Necə olur? Çəkimizdə normal qalır. Çünki 17 saat artıq 17 saat ac qalmaq, heç olmasa 16 saat ac qalmaq, yəni o köhnə hüceyrələr ölür, yeni hüceyrələr yaranır. Kollagen artıq 17 saatdan sonra bədən başlayır kollagen ürətməyə. Kollagen də bizim gəncliyimizdir, sağlamlığımızdır. Bir də nəyə deyəcəkdim, buradan tamaşaçılarımıza deyək. Məsələn, mən özümdə keçən dəfə elə belə oturmuşdum, çuğundur götürdüm, doğradım, çuğundur yedim. 2 dənə çuğunduru yedim. Səhərsi günü gördüm özündən dərim parıldayır. Nə gözəl. Sən demə, çuğundurun tərkibində elə bir şey var ki, mən onu bilmirəm də, indi onu yəqin ki... Elmi tərəfini bilməsəz, amma özünüz təcrübədən keçirmişsiniz. Özüm təcrübə elədim ki, yəni ertəsi günü mənim dərim başladı parıldamağa. Deməli, bunu hər gün eləmək lazımdır. Heç olmasa 2 dənə, 3 dənə yemək lazımdır. Çuğundurdur, kökdə onların zeytun yağı ilə, təbii sıxma zeytun yağı ilə, soyuq sıxımla qarışımı çox əla effekti var, orqanizmə də hədsiz dərəcədə faydaları var. Portağal da əlavə elədik, indi keçək növbəti kinkan.
Kinkan, bəli. 3-4 ədəd kifayətdir. Kifayətdir çünki acılıq Verir. Yəni, verir. Hə. Bəli. Keçirik bala, düzdürmü? Keçirik bala, bəli. Oy, necə maraqlı dadı var. Çox sağ olun Səbinə xanım, var olun. Biz də bu günləri sizin sayənizdə öyrəndik ki, belə dadlı macun hazırlamaq olar. Çox sağ olun. Xəstələnməyin, immun sisteminizi qoruyun, həmişə gümrah olun, sağlam olun. Yaxşısı budur. Gözəl qoxusu, dadı və faydalarına görə haqqında bəhs etdiyimiz Kinkan və Feyuxa haqqında olan proqramımızın sonuna gəldik. Gələn həftə yenidən evinizin qonağı olmaq diləyi ilə. Hələlik.